Salam, hər vaxtınız xeyir olsun. Gözəl izləyicilərim, gözəl takipçilərim. İşiniz, gününüz uğurlu olsun, işiniz avanda olsun. Necəsiz, gözəl dostlar? Demək olar ki, hər gün deyirəm video çəkəcəm, video çəkib paylaşacağım. Günlərdə yeniliklər, günlərdə yeni yazın ilk gözəlləri açmağa başlayıb. İnanın ki, elə hər gün deyirəm, elə orada da o iş, bu iş vaxt olmur çəkməyə. Bəzən də heç özümün belə, necə deyim, yəni insanın bir istidənmi, inanın elə istilər var ki, bu dəqiqə hal-hazırda. Yəni ki, bəzən adam istəmir heç nə eləmək. Bugün mən sizə gözəl dostlarım, gözəl xanımlarımız, zəhmətkeş xanımlarımız, dəyərli xanımlarımız, bugün mən sizlərə kalalar haqqında danışacağım. Kalaların artıq kalalar açmağa başlayıb. Kalalarımı sizlərlə paylaşmaq istəyirəm, sizlərə göstərmək istəyirəm. Bu göstərdiyim sizlərə, yəni bilirsiniz, Çin qərənfilidir. Çox belə, yəni keçilməz bir güldür. Həm artır, özü toxum, çiçəkdən sonra toxumlayır. Yan pörəsi hamısı belə. Baxın görün bu nə qədər artıb. Bir balaca 5 santim boyu olan bir çilik gətirmişdik Sumqayıtdan. Baxın xalamgildən. Baxın görün bu nə boyda olub. Hal-hazırda üstü də dolu tumurcuqlardır. Hələ ki balaca inşallah bunlar çox geniş açır. Sonra boyları hündür olur. Baxın görün içəridə, bax görün nə qədər də. Çox gözəl rəngi var. Bunun inşallah hər rəngindən alacağım. İnşallah. Yeni bazardan düzdür 1-2 dənə gül almışam. Onlar da nəzər gülləridir. Onları çox sevirəm. Ona görə istəyirəm. İnşallah ki yeni rəhlərin istəyərdim olsun. Yəni onları əldə edeyim. O da indi hələ ki bazarda olanlar odur. Burada da bir, yəni bunlar yazın ilk gözəlləridir. Bunlar məndə demək olar ki, bunlar da bənövşədir, amma çox aşmadı. Hal-hazırda burada üstündə 5 dənə var. O da hardasa bir 10-15 gün olar. Hər gün deyirdim çəkəcəm. Bu da nəhayət soldu. Çəkib göstərə bilmədim sizlərə. Burada da yenə bu qərənfilim də baxın, artıq tumurcuqlar, içi dolu tumurcuqdur. Budaqları artıq aşmağa doğru gedir. Baxın, hal-hazırda balaca bu da açır. Burada da mənim bənövşələrimdir. İnanın bunun üstü dolu idi, gözəl dostlarımız. Nə qədər açdı. Burada da ağ rəngində var. Bundan da gətir bax. Yəni əkmişəm. Çox xoşuma gəlir bənövşələr. Düzdür, ağ rəngdə açanların ətiri olmur, amma bunlar çox ətirlidir. Göy rəngdə olanlar. İndi hal-hazırda bunlar azalıb. Artıq sezonu gedir deyə. Demək olar ki, bunlar elə yanvarın axırından açmağa başladı. O açan, bu açan. Artıq yekunlaşır. Hələ də var üstündə, amma yenə də qardan sonra demək olar ki, üstü daha da dolu oldu. Qönçələr böyüdü, yenidən açmağa başladı. Bunlar belə gözəl dostlarım. Mən sizə ilk başlayanda dedim ki, kalalarımı sizə göstərəcəm. Baxın, kalalarım demək olar ki, fevralın əvvəlindən qönçələdi. İnanın bu qarda mən onları necə saxladım. Nə qədəri məhv oldu. Baxın, üstü dolu. Bunlar hamısı tumurcuqlardır. Bunlar heyf oldu çoxsu. Çünki mən onu qarın altında elə salafanı sərirdim. Yəni o da əzildi. Soyuqda yəni vurdu. Yəni don vurdu. Belə desək. Şaxtalar. Yəni heyf oldu. Nə qədər qönçələri heyf oldu. Baxın bunun tumurcuqlarına. Bax belə üstü doludur bütün kalaların. Yəni əslində kalalar mart ayında, yəni 1 dənə, 2 dənə yavaş-yavaş hardasa boyu bir 50 santiyə qədər olan, yəni yavaş-yavaş açmağa başlayardı. Ta ki mayayın 10-na qədər, yarısına qədər mayayın kalalar açır. Amma bu yıl o qədər isti oldu ki, gözəl xanımlarımız, zəhmətkeş xanımlarımız, mənim kalalarımın qönçələri heyf oldu. Bir çoxları demək olar heyf oldu. Baxın, üstü doludur. Onu təmizleyim. Baxın, üstü doludur hamısı. İnşallah bir 5 günə, 6 günə bunlar açacaq. Yenə də açanda çəkib sizlərlə paylaşacağım. Baxın, bunlar hamısı tumurcuqdur. Çoxları da heyf oldu. Çünki
Çox isti oldu da. Demək olar ki, yəqin gül də, yəni elə bildi ki, elə doğrudan da yay gəlib, yaz gəlib. Onlar da başladı belə tez tumurcuqlamağa. Çox heyf. Yəni nə qədər tumurcuq məhv oldu. Fevral ayında olan tumurcuqlar getdi. İndi gözəl dostlarım, mən də istədim ki, bu güllərimi çəkib sizlərlə paylaşım. Yəni indi yəqin ki, kimdə varsa bəlkə indi sizdə də başlayıb. Yəni açmağa. Yəni kala haqqında bunu deyə bilərəm ki, gözəl xanımlarımız, zəhmətkeş xanımlarımız. Yəni kalalar ev gülü deyil. Yəni onu dibcəkdə ola bilər də, kimsə dibcəkdə saxlayır. Yəni kim dibcəkdə yetişdirir, ev gülü deyib evdə saxlayır. Amma bunlar ev gülü deyil. Bunlar bolluca günəş almalıdır. Yəni bunlar evdə olur belə budaqları nazik, cansız yarpaqlar. Yəni açmaqda heç inanmıram ki, evdə belə kala gül açsın. Günəş almadan yəni mümkün deyil, gözəl dostlarım. Heç cürə mümkün deyil. Baxın, yəni bunlar hamısı həyətdədir. İndi mən bunu inşallah artıq bunlar açıb qutarandan sonra bunlar toxuma keçəcəm. Mən demək olar ki, kalalarımın çoxsunu toxum vasitəsilə artırmışam. İndi onları da inşallah toxumlarını sizə göstərəcəm. Onu əkmək vaxtında deyəcəm sizlərə. İnşallah, amma indi hələ ki bu may ayın yarısına qədər açacaq. İndi boyları balacadır, birdən-birə daha da lap belə hündürləşəcək. Yarpaq hardasa gülün də, yarpağın da boyu 1 metrdən artıq olur. Burada da yenə bax, güllərin dibində ağ qar kimi bənövşələrim var. Elə bir qar yağıb bura. Baxın, gözəl dostlarım. Görürsünüz nə maraqlıdır. Çox gözəldir bunlar da. Bu bənövşələr də çox gözəldir. Baxın, görün nə gözəldir. Hə, gözəl dostlarım. Burada da sarı açan nərgizlərim var. Baxın. Bunları demək olar ki, mən hamısını topaladım. Bir sırada əkdim. Görün necə oldu. Bunun soğanları demək olar ki, gözəl xanımlarımız 3-5-5 əkilməlidir ki, onlar çox rahat şəkildə böyüsün. Mən nə elədim? Mən indi öz fikrimdə fikirləşdim ki, onlar içsə belə çiçəklər açacaqlar. Mən də onu çəkəcəm gözəl-gözəl. Həm də həyəti çox gözəl bəzəyəcək. Heç nə. İndi mən həmin soğanları yenidən çıxardıb ayrı-ayrı əkəcəm. Yəni bir sözlə zəhmətimə heyf. Heyf elədim soğanları. Bir, demək olar ki, həyətdə qarşı tərəfdə 4 dənə nərgiz gülüm açdı. Yəni bununla da bitdi. Çünki olmadı. Amma bənövşələr yaxşıdır, çox şükür. Onlar hələ də açmağa davam edir. Ağlar demək olar ki, göylərdən sonra başlayır. Bəzən də birləşir, amma bunlar hələ açacaq. Hə, gözəl dostlarım, qaldı ki, indi bu kalalar haqqında, yəni kimdə varsa, qabda, dibcəkdə, yəni heyfdir, onu həyətə vurun, qorxmayın, ona şaxta heç nə etmir, qar da heç nə etmir. Sadəcə mənim kalalarımın tumurcuqları, yəni ki, o qədər isti keçdi ki, əvvəldən, yanvar ayı, fevraldan başladı tumurcuq qoymağa. Yəni demək olar ki, bir çoxunu itirdim tumurcuqları. Gör, indi o öz vaxtında açsaydı, nə qədər bol çiçəkləri olacaq. Yenə də şükür olacaq inşallah. Yenə də üstləri dolu olacaq. Çünki baxıram, çox yerlərindən qönçələr gəlir. Baxın, indi bunları yavaş-yavaş artlayacağım, bu qurumuş budaqları. İnşallah yenə də bol-bol kalalarım açacaq. İnşallah bunların toxumlarını da sizə göstərəcəm. Onu nə vaxt yetişmək vaxtında çəkib paylaşacağım. Yəni əkmək vaxtında deyəcəm. Gözəl xanımlarımız, zəhmətkeş xanımlarımız. Yəni sizlər də tanış olun. Baxın, inşallah bu hardasa 1-3-4 gün açacaq. Gör nə gözəldir. Çox gözəl güldür. Kalanı çox sevirəm. Hətta baxın, demək evin elə bir qarşı tərəfində, o biri tərəfdə də, bu tərəfdə də. Hələ bunların dibində də artırmışam. Onlar yeni kartuşkaları idi, balaca-balaca, amma toxumdan da artırırım. Yəni toxum vasitəsilə. Görün buradan nə qədər artırmışam. Hətta o biri tərəfdə də var. İnşallah onları da sizə göstərəcəm. Burada da gözəl dostlarım, baxın. Bunların da soğanını qarışdırmışam nərgizlərin soğanına. Hamısı qarışıb. İnşallah bunları çıxardıb yenidən bunlar. Baxın, görün. 2 dənə üstündə də çiçəkləri. Bunlar da bir cür nərgizlərdir. Amma bunların elə deyim ki, o dərəcədə ətirli deyil. Amma çox gözəldir. Boyuna bax bunun. Burada da bir qərənfilim var. Bunların da üstü doludur.
Yeni tumurcuqlar. Bilmirəm, buradan göstərə bilirim. Bax, burada görsəndi. İnşallah bunlar da açacaq. Bir də güzel xanımlarımız. Məndə demək olar ki, yəni şərhlərdə yazılır, məndən yəni soruşurlar. Necə deyərlər? Yəni qadın xoşbəxtliyi gülü haqqında soruşurlar, həm Türkiyədən, həm buradan. Ümumiyyətlə bir çox güllər haqqında məndən məlumat alırlar. Yəni mən də yəni bütün gül haqqında olan videoları qaçırmıram. Güllər haqqında yəni nə ki verilişlər var keçirtmirəm. Yəni onların hamısına baxıram, dinləyirəm. Düzdür, Azərbaycanın özündə də qəşəng yəni güllər haqqında məlumatlar verilir. Mən Gəncə bitkini həmişə vurğulayıram videolarımın başında ki, yəni çox gözəl dürüst məlumatlar verir, qabın göstərir, onun ölçüsünü deyir, onun MPK-dan hansı gübrələr istifadə etmək lazımdır, hansı istini sevir, hansı sevmir, günəşi yəni sevir, sevmir. Yəni bu dərəcədə sonra Fikus Baku, sonra səhv etmirəmsə orada Məşədi Arif deyilir. Bax, o da çox gözəl güllər haqqında məlumatlar verilir. Sonra Zirə Gülçülükdə, yəni o da çox gözəl məlumatlar verir. Amma mən özüm hal-hazırda, yəni Türkiyədən professor doktor Soner Kazas, yəni hocamızın çəkdiyi güllər haqqında məlumatları dinləyirəm, onların videolarına baxıram. Çox gözəl məlumatlar verir. İnşallah Facebookda, Instagramda da səhifəsi var, Facebookda da, YouTube'da da. Amma hal-hazırda Facebookda deyəsən artıq onların qidalanması, qulluğu haqqında açıq məlumatlar verir. İnşallah mən də qoşulacağam, inşallah. Yəni mən də sizlərə məsləhət edirəm ki, yəni boş vaxtınız olanda YouTube'da da yazsaz, yəni harda yazsaz adın çıxacaq. Çox gözəl məlumatlar verir. Yəni MPK-nın gübrələrindən hansı gül, hansı nömrələr gedir, hansı gübrələr yəni istifadə olunur. Çox gözəl məlumat verir. Mən onu yəni demək olar ki, hardasa 1 il, 2 il öncə, 3 il öncə çəkdiyi videoları izləyirəm. Yəni çox gözəl də məlumatlar əldə eləmişəm. Yəni kimin vaxtı varsa abunə olub siz də yəni izləyə bilərsiniz. Yəni gülləri gözəl görmək istəyirsinizsə, onların dillərini bilmək istəyirsinizsə, onlara necə, hansı gübrələr lazımdır, çiçək açması üçün hansı gübrələr lazımdır, yəni bunları çox gözəl əldə eləyə bilərsiniz. Yəni mən artıq bilirəm, yəni mənə lazımdır ki, mən o gübrələri əldə eləyim, mən də güllərimə başlayım qulluq etməyə. Belə gözəl dostlar, hələlik bu qədər. İnşallah açmış güllərim, kalan şöylərə göstərəcəm sizlərə. Hələ ki sizlərə kalalarımı göstərdim. Dedim, baxın ki, yəni artıq açırlar. Bu da mənim Çin qərənfilim. Hələlik dostlar, çox sağ olun. Allah amanında, Allah sizləri qorusun, Allah sizləri var eləsin. Hələlik bu qədər. Çox sağ olun.